Və Allahın Rəsulu tövsiyələrində və son vəsiyyətlərində belə buyururdu: bir neçə sifət insanlardan çəkinin. Çox önəmli bir vurğudur. Bir neçə sifətli insanlardan çəkinin. Allahın Rəsulu buyurdu, sahabələr dedi, ey Rəsulallah, hansılardır? Peyğəmbər buyurdu, mömin sifətli cahillərdən çəkinin. Mömin sifətli cahillər. Özün zahirdə, əlində təsbih, saqqal, özün və qiyafəsin mömin kimi aparar. Amma o cahildir. Çünki onlar Allahdan qorxmurlar. Və Allahdan qorxmazlar. İkincisi, dünyadan istifadə edin. Dünyada ən yaxşı istifadə günahlardan çəkinməkdir. Bugün fürsət əlimizdə. Bugün fürsətdir günahlardan çəkinək, günahlardan qaçaq. Günahlardan qaçdığımız zaman Allah bizi paklaşdırır. Allah bizim ruhumuzu təmizləyir, cismimizi təmizləyir. Amma çox təəssüflər olsun ki, dünya bir bataqlıq. Hey getdikcə ömrümüz günah və murdar. Məhz Şaban ayı, Ramazan ayı, Rəcəb ayı bizi üçün bu 3 ay bir fürsət ayıdır ki, özümüzü çirkablıqdan təmizləyək, özümüzü paklaşdıraq, mənən pak olaq, mənən təmiz olaq ki, Allahım, mən etdiyim günahlara görə peşmanam, etdiyim günahlara görə səndən üzr istəyirəm. Üçüncüsü, müsəlmanın aynasıdır. Əgər səhv edərsə, xoşluqla ona nəsihət et. Müsəlman kimdir? Əl-muslimu mən səlmən nas biyədihi və lisanih. Müsəlman ona deyərlər, dilindən və əlindən xeyir iş gəlsin. Əgər bir müsəlman dili ilə insanları acılayarsa, bir müsəlman insanlara xoş söz demərsə, məqsəd və məramları çirkindirsə, o müsəlman deyil. Əgər bir müsəlmanın dilindən, əlindən, əməlindən ziyandasansa, o müsəlman sənə fayda verməz əziyyətdən başqa. Dördüncüsü, Allah yanında namazdan xeyirli və yüksək bir əməl yoxdur. Ən gözəl əməl Allahın yanında Allaha əyilməkdir. Çünki namaz ümmətin miracıdır. Əs-salatu miracu ümməti. 2 rükət namaz evində qıl, elə bil, necə Allahın Rəsulü miraca getdi, elə bil sən də Allahın qarşısında bir mirac səfərin var. Ona görə Allahın Rəsulü bizə ilahi vəhiyləri bu cür çatdırırdı ki, İnsan yardımlaşmalıdır, insan kömək etməlidir, insan mərhəmətli olmalıdır, insan eybi örtməlidir, insan müsəlmana əziyyət verməməlidir, möminin güzgüsü olmalıdır. Və bunlar bizim ruhumuzu təmizləyir. Əgər ruhumuzu təmizləməzsə, biz bu dünyada və axirətdə Allah qarşısına üzü qara gedərik.